Yanvar ayının 19 gündüz saatlarında bu proses bir qədər zəifləyəcək, lakin yanvar ayının 20-si və yanvar ayının 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənub hava şəraitinin yenidən kəsin dəyişilməsi ehtimalı var. Yenə də güclü qar yağması gözlənilir. Başda isə yağışın sulu qara çəkilməsi ehtimalı var. Yanvar ayının 19 günün birinci yarısında Azərbaycan rayonlarında sulu qar və qarın bir qədər səngiməsi, lakin yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq 20 yanvar və 21 yanvar günün birinci yarısına qədər olan müddət ərzində, yəni yanvar ayının 19-u səhər saatlarından sonra 24-48 saat ərzində Azərbaycan rayonlarında yenidən intensiv xarakterli sulu qar və qarın yağması, yeni qar örtüyünün əmələ gəlməsi gözlənilir. Yəni yerdəki qarın üzərinə əlavə olaraq 25-50 sm qədər yeni qar örtüyünün əmələ gəlməsi gözlənilir. Bu proses nəticəsində yenə də ağır qar yağması ehtimalı var. Nəticədə müəyyən dağətəyi ərazilərdə avtomobil yollarında problemlər səbəb ola bilər. Eyni zamanda elektrik xəttlərində nasazlıqlar səbəb ola bilər. Çünki bu qar ağır qardır bildirilmiş. Çünki qarın təklindəki sululuq bir qədər çox olacaq ki, bu da quru qar yox, ağır sulu qarla qarışıq ağır qarın yağması nəticəsində bir sıra hava ilə əlaqəli olan sahələrdə müəyyən problemlərin artmasına səbəb ola bilər. Yanvar ayının 18-ci axşamdan yanvarın 19-u günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubi Azərbaycan ərazisində yağıntılarda qısa fasilə gözlənilir, lakin artıq növbəti prosesin nəticəsində yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq yanvar ayının 20-si gün ərzində və yanvarın 21-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin yenidən kəsinləşməsi, arabir qar yağması, qarın intensiv olması gözlənilir. Artıq yanvar ayının 19-u günün ikinci yarısından başlayaraq növbəti prosesin nəticəsində Qafqazın cənubi Azərbaycan ərazisində hava şəraitinin yenidən kəsinləşməsi, yanvarın 19 günün ikinci yarısından yanvarın 20-si gün ərzində və yanvar ayının 21-i günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvanda, Kiçik Qafqazda, Gəncə Qazaxın dağətəyi ərazilərində, Naxçıvanın dağətəyi ərazilərində, eyni zamanda və Cəlilabad, Yardımdəyiş, Astarahan dağ kəndlərində qarın intensiv və güclü olması, yanvar ayının 20-si günün birinci yarısında, hətta mərkəzi aranda belə qısa müddətli qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Yanvar ayının 20-si, xüsusilə də günün birinci yarısında yağıntıların intensiv və güclü yer aramsız yağması gözlənilir. Nəticədə yanvar ayının xüsusilə 20-sində Azərbaycanın dağətəyi rayonlarındakı qarın intensiv güclü yer aramsız və şiddətli yağması fonunda bir sıra dağətəyi ərazilərdə problemlərin yaranması ehtimalı yüksək qiymətləndirilir.